Çoxların yalanı ki ağızdan eşidibsiz nə idi? Bu ay vəzimiz xarabdır. İnşallah gələnərdən düzələcək. Ondan sonra Qızıllabı ver satın borcumu verim gələnə ondan yaxşısın Allahım. İndi 14-üldə adamıyım. dava eləyəndə günah kimdə olar? Heç mən bilmərəm ki, ha vaxt dava oldu. Birdən-birə görəcəm arvad qismini sallayır. Xoş, bə necə barışarsınız? O qəd uzaldır, mən gedərəm gəlim xanım. Məzrət istəmişəm. 3 milyon da xərcə batar. Ağaza deyərsən mən çıxad eşiyə. Yo əslən. İmkanı yoxdur ki, deyərsən. Hər şey deyirəm götürür apar nənəsicilə evi tikilməmiş. Xanımıza kado alarsınız. Bəli, Allah. Nə qədər zövq elər. Zoq eləməz. Deyə nə əcəbsən mənə kado alsan, poxsat çıxadıbsan, geyrik nənəngilə. Sizin nəzərinizdə zindigi müştəri işləmə nədir? Nə mənəmiz var? Baxın biz şərikik ağamla. Bərəkənlə bu zehniyyətə, Bəli. yəni nə mənə dəraməd var ikizinkindir. Yox da. Onun cibi, mənim cibim, öz cibim. Nədir oldu? Ev işində xanımıza köməklik elərsən. Bəli, niyə eləmək? Sağ ol. Qap-qaşıq zat yuvarsınız. Yox, görsəm ev təmizləyir, aram çıxıb gedərəm, ələ yanım